Nağd yoxsa kart? Müasir dövrdə bu sual təkcə rahatlıq deyil, həm də xərcləmə vərdişlərimizi müəyyən edən əsas amillərdən birinə çevrilib. Araşdırmalar göstərir ki, insanlar kartla ödəniş edərkən daha çox pul xərcləməyə meyilli olurlar və daha az tərəddüd edirlər. Çünki fiziki olaraq pulun azalmasını görmürük. Nəticədə planlaşdırılmamış xərclər daha asan baş verir. İqtisadçı Kamran Hacıyevin sözlərinə görə, nağd və kartla ödəniş üsulunun özünə məxsus mənfi və müsbət tərəfləri var. Məsələn, nağd pul fərqli təsir yaradır. Əlindəki pulu sayaraq xərcləyən insan hər alışda daha çox düşünür. Bu da bir növ daxili nəzarət mexanizmi formalaşdırır. Amma nağdsız əməliyyatlar zamanı pulu xərcləmək daha asandır. Nəqd əməliyyatlara meyilli daha çox yaş kateqoriyası, məsələn 40-65 yaş aralığında olan insanlarda daha çox nəqd əməliyyatlara meyillik var. 18-35 yaş aralığında olan vətəndaşlarda daha çox nəqdsiz ödənişlərə olan belə deyək də üstünlük verilir və bu dinamikada artım göstərir. Yəni daha çox nəqd əməliyyatların edilməsində belə deyək də azalma müşahidə olunur və üstünlüyün nəqdsiz əməliyyatları. Nəqdsiz ödənişlərin bir də üstünlüklərindən biri odur ki, biz etdiyimiz xərclərin bir tarixçəsini görə bilirik. Kamran Hacıyev deyir ki, son illər kart əməliyyatlarına daha çox üstünlük verilir. Amma bu zamanda əməl edilməli olan məsələlər var. İmpulsiv alışlardan özümüzü qorumalıyıq. Düşünülməmiş alışların edilməsi nəqdsiz əməliyyatlarda daha çox ola bilər. Bunun üçün 24 saat bir praktikası var ki, məsələn bir gün fikirləş, daha sonra o ödənişi et yanaşmamızı bizim bir növ büdcəmizi formada saxlamağa, büdcəmizi kontrolda saxlamağa köməklik göstərə bilər. Öz xərclərimizi əvvəlcədən məsələn bölüşdürsək, belə deyək də ay ərzində bir növ büdcə formasını yaratsaq, biz həm nəqdsiz formada, həm nəqd formada da xərclərimizi düzgün etmiş ola bilərik. Psixoloq İlahə Aslanova bildirir ki, insanlar kartla ödənişlər etdikləri zaman daha çox xərcləyirlər. Bunun da bir sıra psixoloji səbəbləri var.